Hər kəsə salam. Dünən paylaşdığım OTK 14 dekabrda 9-cu sinif buraxılış imtahanında ingilis dili suallarının davamına baxdıq. Əvvəlki sualların izahı üçün kanalıma keçid edib göz ata bilərsiniz. 68-də bizdən düzgün sinonim cütlüklərini seçməyimizi istəyir və belə bir sualda biz minimum 2, maksimum 3 variant seçə bilərik. Birinci bunun asan yolunu qeyd etdim. Birincidə şagirdlərin əksəriyyəti etiraz edir ki, söz yanlış yazılıb, lakin fantastik olmalı idi. Yəni fantaktik deyə bir söz yoxdur. Söz yanlış yazıldığı üçün deyirlər ki, bu düzgün deyil. Amma amazing və fantastik olaraq birinci söz sinonim cütlüyü kimi gedir. İkincidə similar oxşar, like isə bizim bildiyimiz bir mənası feildir. Misal üçün, I like songs, mən mahnıları xoşlayıram. Bir mənası isə isimlərin qarşısında işləndikdə kimi deməkdir. Like me, mənim kimi. Lakin unlike isə fərqlidir. Yəni like oxşar, kiməsə oxşardır, onun kimi, bunun kimi. Amma unlike fərqli deməkdir, similar oxşar deməkdir. Antonimdir. 3-də possible mümkün, impossible qeyri-mümkün antonimdir. 4-də hər ikisi qorxmuş sinonimdir. 5-də də hər ikisi məmnun sinonimdir. Cavabımız olacaq 1, 4, 5. Short teksti isə ən rahat işləməyin yolu məhz onu tərcümə etməkdir. Gəlin baxaq. We have fun things for children to do after school. Məktəbdən sonra uşaqlar üçün ediləsi əyləncəli işlərimiz var. Our classes include games in the gym, cooking, football, basketball, chess. Deməli, bizim dərslərimizə daxildir idman zalı, yemək bişirmək, futbol, basketbol və şahmat. Classes həm siniflər, həm dərslər deməkdir. Include sözünü isə contain sözü ilə əvəzləyə bilərik. The classes are at your primary school. Dərslər orta məktəbdədir, daha doğrusu ibtidai məktəbdədir. Dərslər ibtidai məktəbdədir. You can find more details on social media. Sən sosial mediada daha çox məlumat tapa bilərsən. A variantına baxdıqda before görürük. Dərslər məktəbdən əvvəldir. Xeyr, məktəbdən sonradır. A variantı yanlışdır. B-də deyir, dərslər məktəb vaxtı ərzindədir. During ərzində deməkdir. Yəni, məktəbdə dərs ola, sən idmana qoşula bilərsən, basketbola, futbola. Əlbəttə ki, bu yanlışdır. Çünki after deyir. C-də deyir ki, secondary school, orta məktəbdədir. Elə orta məktəb burada yanlışdır. Çünki orta məktəb yox, ibtidai məktəbdədir. Secondary schoolda high school-da əvəz eləyə bilərik. D-də only var. Uşaqlar, only-də çox diqqətli olun. Bizi çox çaşdırırlar. Only short textdə çox düşür və əksərən only yanlış olur. Deyir ki, uşaqlar yalnız dərs yemək bişirə bilirlər. Ancaq xeyr, basketbol, futbol, hətta şahmat oynaya bilirlər. E-də isə sən daha çox informasiyanı online ala bilərsən. Bəli, burada informasiya details sözünün sinonimidir. Online də, yəni sosial mediada elə online vasitədir. Deməli, düzgün cavabımız olacaq E variantı. İndi isə biz keçid alırıq növbəti sualların izahına. Short textin mən maksimum şəkildə sizlə qısa və aydın izahlarını paylaşacağam ki, asan olsun. Deməli, baxırıq 70-ci suala. Lily and Sophia like learning about indoor games, but they feel nervous because they have never played any games before. Lily və Sophia indoor uşaqlar içəridə, yəni oyunlar ikiyə bölünür. Indoor və outdoor. Outdoor çöldə oynanan oyunlardır. Misal üçün, futbol, basketbol, indoor isə içəridə oynanan oyunlardır. Misal üçün, masaüstü tenis içəridə oynanılır. Lily və Sophia içəridə olan oyunlar haqqında öyrənməyi sevir. Lakin onlar əsəbi hiss edir. Çünki heç vaxt əvvəl belə oyunlar oynamayıblar. Their friends suggest them joining a cooking club, but they don't want to do it. Dostları onlara yemək bişirmə klubuna, komandasına qoşulmağı təklif edir. Lakin onlar bunu istəmir. Yenə biz düzgün variantı tapmalıyıq. A-da deyir ki, Lily and Sophia teach games to other students. Xeyr, Lily və Sophia digər tələbələrə oyunlar oynamağı öyrətmir. Bu ikisinə təklif olunur ki, gəl bizə qoşul, amma qoşulmaq istəmirlər. B-də deyir ki, indoor activity-dən zövq alırlar. Öyrənməyi sevirlər. Bunu saxlayaq. C-də deyir ki, Lily və Sophia yemək bişirmə klubuna qoşulmaq istəyir. Xeyr axı, qoşulmaq istəmir. Don't want to do it. C variantı yanlışdır. Don't. D-də deyir ki, onlar bütün oyunları yaxşı oynayır. Baxın, burada all games deyir. Amma mətndə bizdən nə deyir? They have never played any games before. Onlar daha əvvəl heç oyun oynamayıblar. E-də isə deyir ki, Lily və Sophia artıq yemək bişirməkdə çox yaxşıdırlar. Xeyr, mətndə belə bir informasiya qeyd olunmayıb. Deməli, düzgün variantımız olacaq B. Yəni içəridə olan oyunlardan zövq alırlar. Sadəcə olaraq daha öncə oynamayıblar.
71-də. Bu məktubdur. Burada mən sizə ən qısa, ən rahat yolunu deyəcəm. Məktubda birinci qeyd olunan ad bizim məktubu kimə yazdığımızdır. Məktubda sonuncu qeyd olunan ad məktubun kim tərəfindən yazıldığını göstərir. Hi Sarah, salam Sarah, how are you? I had a great weekend. On Saturday I went to the zoo with my family. Deyir ki, salam Sarah, necəsən? Mən əla həftə sonu keçirdim. Şənbə günü ailəmlə zooparka getdim. We saw lions, monkeys and elephants. On Sunday I stayed at home and watched a movie. What did you do on your weekend? Deməli, məktubun məzmunu nədir? Həftə sonu sən necə keçirmisən? Mən deyir, biz yəni orada şirlər, meymunlar, fillər gördük və bazar günü mən evdə qaldım, film izlədim. Bəs sən nə etdin? See you at school. Məktəbdə görüşənədək Emily. Məktubu yazan kimdir? Emilydir. Öz həftə sonu haqqında dostuna məlumat verir və onun fikrini soruşur ki, sən necə keçirmisən? Onun təəssüratını bilmək istəyir. Məktubu yazılan Sarah'dır. Sarah watched a cartoon. Deyir ki, Sarah cizgi filmə baxdı. Baxın, məktubu yazan Emily'dir. Sarah'ın biz nə yədiyini bilmirik. A variantı buna görə səhvdir. B'də Emily went to the park. Emily parka getdi. Emily parka getmədi uşaqlar. Emily getdi zooparka. C'da Sarah stayed at home all day long. Biz Sarah'nın nə etdiyini bilirik? Xeyr, A və C variantı ona görə səhvdir. Çünki məktubda Emily öz elədiyini yazır. Məktubu yazan Emily də özü haqqında yazır. Sarah'dan hələ cavab gözləyir. D-da Emily visited her grandmother. Grandmother sözü mətndə yoxdur. Nənəsinə baş çəkdi, yanlışdır. Emily enjoyed her weekend a lot. Bəli, doğru cavabımız olacaq E variantı. Emily həftə sonundan zövq aldı. Deməli, qısa mətni yazmaq da bu qədər asan imiş. İndi isə biz əsas və böyük mətnimizi oxuyub tərcümə edək. Derek Paravicini in a world famous pianist from England. Derek Paravicini İngiltərədən dünya şöhrətli piyanoçudur. He was born in 1979, earlier than expected, and this caused some health problems. O 1979-cu ildə doğuldu, gözləniləndən daha tez. Expected gözlənilən deməkdir və bu bəzi sağlamlıq problemlərinə səbəb oldu. Derek became blind and his learning difficulties, but he has a special talent. Derek kör idi, yəni gözdən əlil idi, elə oldu. Və bəzi çətinliklərlə öyrəndi. Lakin onun xüsusi istedadı var. He is a truly musical genius. Genius dahi deməkdir, uşaqlar. O, doğrudan da deyir ki, musiqi dahisidir. From a very young age, Derek showed great interest in music. Hələ erkən yaşından Derek musiqiyə böyük maraq göstərdi. He started playing the piano at the age of 2 and at the age of 9 he performed in his first concert in London. Deməli, o pianoda ifa etməyə başladı at the age of 2. Bura diqqət, 2 yaşında. Və 9 yaşında o artıq Londonda ilk konsertini verdi. Derek can't see or read music. Derek musiqini oxuya bilmir və yaxud görə bilmir. But he can play any piece of music after hearing it just once. Once bir dəfə deməkdir. Lakin sadəcə bir dəfə eşitdikdən sonra onu çala bilir. This ability is called being a musical genius. Və bu qabiliyyət də musiqi dahisi kimi adlandırılır. He remembers thousands of songs and plays them perfectly. O minlərlə musiqini xatırlayır və onları əsərləri mükəmməl xatırlayır. Adding his own style. O minlərlə musiqiləri, əsərləri öz üslubunu əlavə etməklə mükəmməl şəkildə xatırlayır. Perfectly. Derek has traveled to many countries such as the United. Deməli, Derek deyir ki, çoxlu ölkələrə səyahət etdi. Elə such as bayaq dediyimiz like-dır, yəni kimi. İndi burada növbəti səhifəyə keçirik və mətn məncə düşünürəm ki, asan mətn idi. Yəni diqqətlə oxuyanlar var idisə da mətnin üstəsindən, sualların üstəsindən asanlıqla gələ bilərdi. With daily life deməli burada deyir ki, Derek öz gündəlik həyatı ilə səyahət etmişdi. Derek story is inspiring. Inspiring elə
amazing deməkdir. Yəni ruhlandırıcıdır, möhtəşəmdir, heyrətləndiricidir. He proves that even with difficulties, people can still do amazing things and follow their dreams. O sübut edir ki, hətta çətinliklərlə insanlar möhtəşəm işlər görüb öz xəyallarının ardınca gedə bilər. Follow their dreams xəyallarının izləmək, ardınca getmək deməkdir. 72-də suala düzgün cavab verməyimizi istəyir. Dedik nə üçün? Why nə üçün deməkdir. Musiqi dahisi adlandırılmışdı. A-da yenə only yazır. Only adətən yanlışdır. Artıq biz bunu öyrəndik. Deyir sadəcə klassik musiqi çalırdı. Xeyr. Musiqini oxuya bilmirdi, amma yaddaşında bir dəfə eşitdiyi musiqini saxlayıb çalırdı. Burada deyir ki, musiqi öyrədir uşaqda. Xeyr. C-də deyir ki, sadəcə bir dəfə eşitdikdən sonra onu çalırdı. Bəli, düzgün cavab olacaq C. D-də deyir oxuya bilir. Xeyr, oxuya bilmirdi. E-də musiqi haqqında kitab yazırdı, yazmırdı. 73-də mətn nə haqqındaydı? Kör bir üzün çətinlikləri. Xeyr. Problemlərlə olan məşhur 73-də olacaq B variantı. Problemlərlə olan məşhur musiqiçi. C-də a music teacher who works with Derek-lə işləyən musiqi müəllimi. Xeyr, elə mətn Derekin özü haqqındaydı. Biz bilmirik o kimdən seçdiyi ya yox. D-də charity xeyirxah, yəni xeyriyyə konsertidir. Xeyr. E-də isə təhsilçi, kör uşaqlara kömək edən bir təhsil verən. Xeyr, o da elə deyildi. 74-də bizdən yenə mətnə görə düzgün istəyir. Deyir ki, Derek 19-cu əsrdə doğulmuşdu. Uşaqlar 1979 20-ci əsrdə, 19-cu əsr deyil. Buna görə bir yanlışdır. Baxırıq A, B, E-yə. O eşitdikdən sonra musiqini unudur. Forget unutmaqdır, amma elə deyil. Elə onun istedadı oydu ki, bir dəfə eşidən kimi musiqini yadında saxlayır. 2-ni də çıxanda cavab qadı ilə 3-4. Deməli, his teacher supports him in his daily activities. Bəli, ona dəstək olurdu. He has performed in many countries. Bu da doğrudur. Deməli, olacaq düzgün cavabımız E variantı. 75-də also baxmayaraq deməkdir. Also Derek is blind and has learning difficulties. He reads music very well. Derekdir, görməməyinə və çətinliklər olmağına baxmayaraq, çətinliklərlə öyrənməyinə baxmayaraq, o çox yaxşı musiqi oxuyur. Xeyr, oxuya bilmir. B-də o musiqi müəllimi kimi işləyir. C-də he became a famous musician. Bəli, o məşhur musiqiçi oldu. Müəllim kimi olmağı qeyd olunmuyubdu. Deməli, D-də çətinliyi var idi musiqi haqqında. Xeyr, onun çətinliyi kör olması idi. Musiqi ilə bağlı çətinliyi yox idi. İstedadı var idi əksinə. Bir dəfə eşidən kimi yadındaydı. E-də yenə only yazıbdı. Əlbəttə ki, yanlışdır. Kiminsə köməklə öyrənmirdi. Elə özü öyrənə bilirdi. İndi isə keçirik deməli mətnin sonuncu sualda mətnə görə nə yanlışdır? Yenə 2 variantı biz seçməliyik. A-da deyir ki, is very good piano player. O çox yaxşı piano çalandı, bəli, düzdür. 2-də deyir musiqi notunu oxuya bilir. Xeyr, doesn't read olmalıydı. 3-də deyir ki, ilk konsertini verən 9 yaşındaydı, bəli. 4-də deyir ki, heç vaxt xeyriyyə cəmiyyətinə kömək etmir. Deməli, xeyr, kömək etmişdi. Burada da olacaq 1 və 3. Deməli, burada da olacaq 2 və 4 yanlış. 1 və 3 düz.